Hamıya salam. Bugün birlikdə çox təxribatçı bir suala cavab axtaracağıq. Amerika Birləşmiş Ştatlarının federal ehtiyat sistemi, yəni qısaca FED, sadəcə bir mərkəzi bankdır, yoxsa əslində kölgədə fəaliyyət göstərən paralel bir hökumətdir? Bəli, mənbəyimizin iddiası məhz budur. Gəlin bu cəsarətli arqumentin arxasındakı dəlilləri bir-bir açaq, görək söhbət nədən gedir. Yəni, əsas sualımız budur. Bu nəhəng qurum həqiqətən də xalqın seçdiyi nümayəndələrə tabedir, yoxsa mənbərin iddia etdiyi kimi öz qaydaları ilə hərəkət edən, demək olar heç kimə hesabat verməyən və inanılmaz gücə malik, tamamilə müstəqil bir varlıqdır? Gəlin, bu iddiaların nəyə əsaslandığını dərinliyinə qədər araşdıraq. Yaxşı, gəlin birinci hissədən başlayaq. Nəzarət illüziyası. Bəlkə də hər şeyin başlanğıcı məhz bu sualdadır. FED sədrinə əslində kim seçir? Kağız üzərində cavab bəlli görünə bilər, amma mənbəmizin təqdim etdiyi mənzərə heç də elə deyil. Baxın, mənbənin ortaya atdığı çox təhəccüblü bir iddiaya. Deyilir ki, hətta dünyanın ən güclü insanı sayılan ABŞ prezidenti belə bu məsələdə demək olar ki, sərbəst deyil. Təsəvvür edin, onun seçimi güya ki əvvəlcədən hazırlanmış, qısa, cəmi 3 nəfərlik bir siyahı ilə məhdudlaşdırılır. Bu iddia əslində siyasi nəzarətin nə qədər formal olduğuna bir işarədir. Deməli, mənbənin təsvir elədiyi prosesə görə, bu sanki bir demokratik seçim yox, daha çox qapalı, daxili bir təyinata bənzəyir. Əsl güc o ilkin siyahını kimlərin tərtib etdiyinin əlində cəmləşir. Prezidentin və Konqresin rolu isə bu nəzəriyyəyə görə sadəcə olaraq bu seçimi rəsmiləşdirməkdir. Və salam. İndi isə keçirik ikinci hissəyə. Heç nədən pul yaratmaq. Mənbəyə görə FED-in əsl gücünün mühərriki məhz budur. Yaxşı, bəs bu sistem necə işləyir axı? Buradakı bütün arqumentin, deyə bilərik ki, dönüş nöqtəsi 1971-ci ildir. Nixon şoku. Məhz bu hadisə ilə dolların qızıl təminatı ortadan qalxır. Mənbənin iddiasına görə, bax o andan etibarən dollar artıq heç bir real maddi dəyərə bağlı olmayan bir valutaya çevrilir və bu da FED-ə nəzəri olaraq sonsuz miqdarda pul yaratmaq imkanı verir. Və indi gəldik mənbənin bəlkə də ən heyrətamiz iddiasına. Hazır olun. 97%, təsəvvür edirsiniz, bu nəzəriyyəyə görə dövriyyədə olan ABŞ dollarının 97%-i fiziki olaraq heç çap edilməyib. Əvəzində, böyük banklar kiməsə borc verəndə, o pulu sadəcə kompüterdə bir neçə düyməni basaraq elektron rəqəm kimi yaradırlar. Yəni, borc verildiyi anda yeni pul heç nədən yaranır. Bu, bizim pul haqqında bildiyimiz hər şeyi alt-üst edən bir iddiadır, deyilmi? Bax, bu da mənbənin təsvir etdiyi o sistemin tam ürəyidir. Bir anlıq təsəvvür edin, bir qurum pul yaradır və sonra o yaratdığı pulu elə öz hökumətinə faiz qarşılığında borc verir. Bu baxışa görə bu hökuməti əbədi olaraq borc tələsində saxlayan və FED-in təsirini sonsuz edən qapalı bir dövriyyədir. Və bu da bizi gətirir üçüncü hissəyə, şəxsi qala. Yaxşı, bəs bu qədər böyük gücə sahib olduğu deyilən bu qurum kimindir əslində? Mənbənin cavabı çox bir mənalıdır. Bu, bir dövlət qurumu deyil, əslində özəl bir qaladır. Bu diaqram, məncə, mənbənin ən konkret iddialarından birini çox aydın göstərir. İddiaya görə, bütün sistemin ən güclü qolu, yəni New York Federal Ehtiyat Bankının səhmlərinin böyük əksəriyyəti, diqqət edin, cəmi 2 dənə özəl banka, Citibank və JP Morgana məxsusdur. Əgər bu doğrudursa, bu o deməkdir ki, bütün ölkənin pul siyasəti əslində bir neçə özəl korporasiyanın əlində cəmləşib. Bu müqayisə aradakı o fərqi, o ziddiyyəti demək olar ki, qışqırır. Bir tərəfdə bildiyimiz demokratik prinsiplər dayanıb, seçki, şəffaflıq, xalqa hesabatlılıq, digər tərəfdə isə mənbənin çəkdiyi mənzərə var. Qapalı təyinatlar, şəffaflıqdan yayınma və ictimaiyyətə birbaşa cavabdeh olmamaq. Aradakı fərq həqiqətən də gecə ilə gündüz kimidir. Və indi gəldik dördüncü, bəlkə də ən ciddi və narahat edici hissəyə. Wall Street üçün müharibələr. Mənbə burada çox cəsarətli bir sual qoyur ortaya. FED-in bu daxili gücü ilə ABŞ-ın xarici siyasəti arasında bir əlaqə ola bilərmi? Bütün bu nəzəriyyənin mərkəzində isə petrodollar deyilən bir sistem dayanır. Çox sadə dildə desək, bu nə deməkdir? Bu o deməkdir ki, dünyada neft alıb satmaq istəyirsənsə, sənə dollar lazımdır. Bu da bütün ölkələri məcbur edir ki, əllərində həmişə böyük miqdarda dollar ehtiyatı saxlasınlar.
Mənbəyə görə, məhz bu sistem dolların hegemonluğunu və dolayısıyla Fedin o inanılmaz pul yaratma gücünü qorumaq üçün həlledici rol oynayır. Və mənbə, bax bu sırf maliyyə kimi görünən konsepsiyanı götürüb birbaşa real dünyadakı münaqişələrə bağlayır. İddia çox cəsarətlidir. Deyilir ki, İraq, Liviya, İran və Venezuela kimi ölkələrə qarşı hərbi müdaxilələrin və ya sərt təzyiqlərin əsl səbəbi bu ölkələrin petrodollar sistemindən çıxmaq və nefti başqa valyutalarla satmaq cəhdləri olub. Beləliklə də gəlib çıxırıq mənbənin ən radikal, ən kəskin ittihamına. İddia olunur ki, xarici siyasət, hətta müharibələr belə Amerika xalqının deyil, o paralel hökumət kimi təsvir edilən maliyyə elitasının maraqlarına xidmət edir. Bu, ABŞ-ın qlobal roluna dair olduqca fərqli və kəskin bir baxışdır. Və beləcə bütün bu təhlilimizi mənbənin ortaya atdığı o son, o çox güclü sualla bitiririk. Əgər bu izah edilən arqumentlərdə zərrə qədər də olsa həqiqət payı varsa, o zaman sual yaranır. ABŞ hökuməti həqiqətən kimə xidmət edir? Bu, cavabından asılı olmayaraq, hər kəsin üzərində ciddi düşünməli olduğu bir sualdır.